Salam əziz musiqi sevərlər. Mən musiqi müəlliməsi Şəbnəm Məmmədli. Bugünkü mövzumuz dinamik işarələr və alterasiya işarələri olacaq. Öncə birinci dinamik işarələrdən başlayaq. Birinci işarəmiz piano işarəsi. Piano işarəsi P hərfi kimi yazılır. Bu piano işarəsidir və mənası zəif olacaq. İkinci işarəmiz pianissimo. Pianissimo 2 P hərfi ilə yazılır. Bu isə lap zəif olacaq. Üçüncü işarəmiz pianissimo və 3 P hərfi ilə yazılır. Bu isə son dərəcə zəif olacaq. Daha sonraki işarəmiz forte olacaq. Forte F hərfi ilə yazılır, mənası güclü deməkdir. Daha sonra fortissimo. Fortissimo 2 F hərfi ilə yazılır. Mənası lap güclü deməkdir. Daha sonra forte fortissimo 3 F hərfi ilə yazılacaq. Son dərəcə güclü. Mənası son dərəcə güclü. Sonraki işarəmiz mezzo piano. Mezzo piano M və P hərfi kimi birlikdə yazılır. Mənası orta zəif. Daha sonraki işarəmiz mezzo forte. M və F hərfi kimi yazılır. Və mənası orta güclü. Sonraki işarəmiz crescendo olacaq. Crescendo işarəsini bu şəkildə görəcəyik və mənası tədricən gücləndirmək. Son işarəmiz isə diminuiondur. Diminuion işarəsi. Bu isə tədricən zəiflətmək. Bununla da dinamik işarələrimiz bitdi. İndi isə alterasiya işarələrinə keçək. İndi isə keçid edirik alterasiya işarələrinə. İlk işarəmiz diyez. Diyezi bu şəkildə görəcəyik. Səsi yarım ton zilləşdirir. İkinci işarəmiz bemol. Yazılışı bu formadadır. Səsi yarım ton bəmləşdirir. Sonraki işarəmiz dubl diyez. Dubl diyez bu formada olur və səsi bir ton zilləşdirir. Səsi bir ton zilləşdirir. Növbəti işarəmiz dubl bemol. Dubl bemol notu bir ton bəmləşdirir. Və son işarəmiz bekar. Bekar isə notun qarşısındakı diyezi və bemolü ləğv edir.
notu olduğu kimi saxlayır. Bununla da bugünkü dərsimiz sona çatdı. Gələn dərslərdə görüşənə qədər.